Salam, hörmətli dəyərli izləyicilərimiz, hamınızı salamlayıram, hamınızı xoş gördük, əziz dostlarımız. Bu günləri Allah Pənah qardaşımızın canını sağ eləsin, Allah kömək olsun. Bu günləri Zahir əmigildə Pənah qardaşımız iftar süfrəsi təşkil eləyibdir. Allah ruzisini bol bərəkətli eləsin və bax bu görmüş olduğunuz evi də bizim Pənah qardaşımız öz vəsaiti ilə polunu tutub remont elətdiribdir. Allah ruzisinə 1000 qat bərəkət qatsın. Evimizin açılış videosu da var kanalımızda. İzləmək istəyənlər keçib izləyə bilər. Əziz dostlarımız, harda ev tikmişiksə, həmin evin qabağında, ön hissəsində kanalımızın bax belə adı, kanalımızın logosu və təhvil verilmə tarixi burada öz əksini tapıbdır. Bax bu evdə dəyərli dostlarımız, bax belə çəkim göstərim, qoy izləyicilərimiz də görsün. Allah canını sağ eləsin. Pənah qardaşımız həqiqətən də bax burada da çox gözəl bir proyekt yaradıbdır. Allah ruzisinə bərəkət qatsın, Allah cibini dolu eləsin. Elə birazdan da inşallah gedəcəyik bazarlıq eləməyə. Allah hamıdan razı olsun. Elə bax Sevinc ana da buradadır, yavaş-yavaş soğanca təmizləyir. Allah canını sağ eləsin. Yorulmayasan ay Sevinc ana. Sağ ol aynıcan, Allah köməyin olsun. Sağ ol, Allah sənin də köməyin olsun. Soğanla zaddan götürək. İndidən elə ki axşama kimi hazır olsun. Allah köməyində olsun, Allah canını sağ eləsin. Sağ ol. Sizlə bahar. Bax belə dəyərli, gözəl izləyicilərimiz. Zahir əmi də yavaş-yavaş həyətdə qapını bacanı təmizləyir. Allah canını sağ eləsin. Sən ağaçları yavaş-yavaş buduyursan. Köhnə quruyan qənətlərin əhdadır. Allah Nazım kömək olsun. qardaş, bu günləri Ramazan ayıdır. Bu ay Ramazan ayıdır. Bu Ramazan ayı münasibəti ilə də bizim xeyriyə bir qardaşımız, yəni Pənah qardaş, burada şəhidlər üçün iftar süfrəsi hazırladıq. İndi axşam məclis başlayacaq. İnşallah. Mən Pənah qardaşa öz təşəkkürlüyümü bildirirəm, öz necə deyirlər, xoş təəssüratımı çatdırıram. Allah kömək olsun. Allah o ballarını ona doyuncan versin. Amin. O ki son bu 5 ildə o bizim şəhid balları yaddan çıxarmır. Həmişə onun yaddaşındadır. Allah kömək olsun. Allah ruzisinə bol bərəkət versin. Amin. Allah canını sağ eləsin. Allah onu atasına, anasına doyuncan versin. Amin. Bu elə oğullar bizim fəxrimizdir. Necə ki, şəhidlər bizim fəxrimizdir, onlarla fəxr edirik, onlarla biz qürur hissi keçiririk. Ki, yəni 30 ilə yaxın işğal altında olan torpaqlara bax, o şəhidlər, o qolun, qənədini itirmiş qazilər, orada bax, o torpağı bizə qaytardılar. Bizim Azərbaycan xalqının üzündə qara ləkə vardı. O qara ləkəni bu şəhidlər təmizlədi. Bəli. Ona görə biz şəhidlərlə qürurluyuq, qürur hissi keçiririk. Onlar bizim fəxrimizdir, başımızın tacıdır. Eyni ilə də Pənah kimi qardaşlar, Pənah kimi oğullar bizim fəxrimizdir. Elə. Allah kömək olsun. Uzaq məkanda yaşadığına baxmayaraq, onun ürəyi Azərbaycanla Həmişə döyünür. buradadır. Bəli. Həmişə buradadır. Allah köməyi olsun, Allah o 4 balasını da ona doyuncan versin. Amin. Onu da Qədir kişiyə, Aybəniz bacıya doyuncan versin. Pənahı. Amin. Allah sənə də bir şirin pay qismət versin. Sağ ol ay Zahram, sağ ol. Allah köməyin olsun. Dəyərli dostlarımız, bax burada da görürsünüz Sevinc ananın əkdiyi güllərdir. Yavaş-yavaş boyatırlar. Yavaş-yavaş bitirlər.
Bax burada da gözəl, bax belə bir proyekt yaradılıb değerli dostlarımız. İndi bu gün akşam hava biraz soyuq olacaq, ona görə evdə veriləcək. Bax bu iftar süfrəsi qadınlar üçün ayrı, kişilər üçün də ayrı bir stol açılacaq. Bax bu evdə değerli dostlarımız, bax belə çəkim göstərim, qoy izləyicilərimiz də görsün. Allah canını sağ eləsin. Pənah qardaşımız həqiqətən də bax burada da çox gözəl bir proyekt yaradıbdı. Allah ruzisinə bərəkət qatsın, Allah cibini dolu eləsin. Elə birazdan da inşallah gedəcəyik bazarlıq eləməyə. Allah hamıdan razı olsun. Elə bax Sevinç ana da buradadır, yavaş yavaş soğanca təmizləyir. Allah canını sağ eləsin. Yorulmayasan ay Sevinç ana. Sağ ol Aynur'cum. Allah köməyin olsun. Sağ ol, Allah sənin də köməyin olsun. Soğanla zaddan götürürüm. İndidən elə ki axşama kimi hazır olsun. İnşallah. Allah köməyində olsun. Allah canını sağ eləsin. Yarımızı sağ ol. Sizden bahar. Bax belə değerli gözəl izləyicilərimiz. Zahir əmi də yavaş-yavaş həyətdə qapını bacanı təmizləyir. Allah canını sağ eləsin. Sən ağaçları yavaş-yavaş buduyursan. Hə. Köhnə quruyan qənətlərin əhdadır. Hə. Allah Nazım köməyində olsun. qardaş, bu günləri Ramazan ayıdır. Bu ay Ramazan ayıdır. Bu Ramazan ayı münasibəti ilə də bizim xeyriyə bir qardaşımız, yəni Pənah qardaş, burada şəhidlər üçün iftar süfrəsi hazırladı. İndi axşam məclis başlayacaq. İnşallah. Mən Pənah qardaşa öz təşəkkürlüyümü bildirirəm, öz necə deyirlər, xoş təəssüratımı çatdırıram. Allah köməyi olsun. Allah o ballarını ona doyuncan versin. Amin. O ki son bu 5 ildə o bizim şəhid balları yaddan çıxarmır. Həmişə onun yaddaşındadır. Allah köməyi olsun. Allah ruzusinə bol bərəkət versin. Amin. Allah canını sağ eləsin. Allah onu atasına, anasına doyuncan versin. Amin. Bu elə oğullar bizim fəxrimizdir. Necə ki şəhidlər bizim fəxrimizdir. Onlarla fəxr edirik. Onlarla biz qürur hissi keçiririk. Ki yəni 30 ilə yaxın işğal altında olan torpaqlara bax o şəhidlər, o qolun, qənədini itirmiş qazilər orada bax o torpağı bizə qaytardılar. Bizim Azərbaycan xalqının üzündə qara ləkə var idi. O qara ləkəni bu şəhidlər təmizlədi. Bəli. Nə? Ona görə biz şəhidlərlə qürurluyuq, qürur hissi keçiririk. Onlar bizim fəxrimizdir, başımızın tacıdır. Eyni ilə də Pənah kimi qardaşlar, Pənah kimi oğullar bizim fəxrimizdir. Elədir. Allah köməyində Uzaq olsun. məkanda yaşadığına baxmayaraq onun ürəyi Azərbaycanla. Həmişə burdadır. Bəli. Həmişə buradadır. Allah köməyi olsun, Allah o 4 balasını da ona doyuncan versin. Amin. Onu da Qədir kişiyə, Aybəniz bacıya doyuncan versin. Amin. Pənahı. Amin. Nə, Allah sənə də bir şirin pay qismət eləsin. Sağ ol Ayzahram, sağ ol. Allah köməyin olsun. Değerli dostlarımız, bak burada da görsünüz Sevinç ananın əkdiyi güllərdir. Yavaş yavaş boyatırlar. Yavaş yavaş bitirlər.
Bax burada da gözəl, bax belə bir proyekt yaradılıb değerli dostlarımız. İndi bu gün akşam hava biraz soyuq olacaq, ona görə evdə veriləcək. Bax bu iftar süfrəsi qadınlar üçün ayrı, kişilər üçün də ayrı bir stol açılacaq. Değerli izləyicilərimiz, pazarlığımızı elədik. İçəridə musiqi səsi olduğundan müəllif hüququ gəlməsin deyə içəridən çəkiliş çəkənmədik, amma nə lazımdır hamısını almışıq. İnşallah indi əti də götürəcəyik, 12 kilo da ət demişik. Allah canı sağ eləsin Pənah qardaşımızın, Allah köməyi olsun, Allah Taala ruzisinə bərəkət qatsın inşallah. Sağ olsun ki, bugünkü gündə bax şəhid ailələrini, qaziləri unutmur. Həmişə onların yanındadır. Allah köməyi olsun. Allah köməyi olsun. Amin Allah, amin. Qazancına min bərəkət versin. Amin. Değerli izləyicilərimiz, bazarlığımızı da elədik, gəldik. Elə yolda gələrkən Nurlanla da, anam da, onlar da gəldi, onları da götürdük. Sonra nə bilim meyvə, çörək, göy göyərti, hər bir şey aldıq. Bayaq elədiyimiz bazarlığı da boşaltmışdıq. Hər bir şey nə lazımdır, hamısını almışıq, maşındadır. İndi başlayıb boşaldacağıq, Allah qoysa. Allah hamının köməyində odursun. Allah bütün şəhid analarına səbir versin. Bax elə şəhid analarımız da bir-biri ilə görüşürlər. Allah hamısının canı sağ eləsin. Allah hamınıza kömək olsun. Bütün Allah hamıya kömək olsun. Allah bütün izləyicilərin hamısının canı sağ eləsin. Kızım da görüm, bu kızımı görüm. Şeyde gör, sen bunu telefonundan. Deyəm evdə oturmaqdan bir şey. Yok ben Necim gelenden dedim onu getirmemişler. Ben istəyirdim. Sağ olun. Dedim ben iyi götür gelmemiş, ben de teyze. Ben istəyirdim. Gələndən sonra deyim bütün yedim. Götür o olacak şeyler dedi. Necim'e dedim ki denen getirsin de ona. Dedi sadece. Allah köməyinizdə olsun. Al boş ki. Əziz dostlarımız, bax burada bizim şəhid Vüsal qardaşımızın otağıdır. Allah qən-qən rəhmət eləsin, ruhu şad olsun. Vüsal qardaşımızın da Allahdan bütün şəhid ailələrinə səbir dözüm diləyirik. Allah yaxınlarına səbir versin. Burada şəhid Rüfət qardaşımızın da rəsmi var. Şəhid Vahid qardaşımızın da rəsmi bax burada öz əksini tapıb. Həmçinin Vüsal qardaşımızın da görürsüz. Burada medallarıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Allah bütün şəhid analarına da səbir versin. Bugünkü gündə də bu salqalarımızın ocağındayıq. Allah ruhunu şad eləsin. Məkanı cənnətdir. Hər birinin şəhidlərimizin Allah məqamlarını uca eləsin. Allah Pənah balanın da canına can sağlığı versin ki, hər il iftar süfrələrimizdə, Ramazan aylarımızda, Ramazan bayramlarımızda iftar süfrəsi təşkil eləyir. Allah onun canına can sağlığı versin, ruzisi bol olsun. Rüfət balamızın da ruhu şad olsun həmişə ki, Pənah balam onun arzularını davam eləməyə çalışır. Allah ata-anasına göz dolusu versin Pənah balamın. Pənah balanın da balalarının onun gözünə göz dolusu versin. Amin. Amin. Sevin Canı'ya verdiğimiz tovuz kuşuna da baxırlar. Maşallah yekəli var Sevin Canı. Yekəli kuyruğu da çıxır. Sağ olun. Sağ olun sizə də. Kuyruğunu sen de görürsün. Yeni saçım. Allah köməyiniz olsun. Allah canınızı sağ eləsin. Allah şəhidimizin də ruhunu şad eləsin. Bütün şəhid ailələrinə Allah səbir versin. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə Allah can sağlığı versin. Amin Allah. Amin. Kanalımızda olan hər kəsdən Allah razı olsun. Var olsunlar. Allah Pənah balanın da ruhsunu başından töksün. Allah elədiklərini minə vəzir versin. Amin. Amin.
Amin. Əziz dostlarımız, yavaş-yavaş iftar süfrəsi üçün ehsanımız da hazırlanır. Allah qəbul eləsin inşallah. Allah bütün verilən ehsanları qəbul eləsin. Sağ olsun. Xalamız da həmişə, hər dəfə əziyyətini çəkib. Allah canınızı sağ eləsin. Allah hamınızın canınızı sağ eləsin. Pənah balamın da canını sağ eləsin. Üzsün artıq eləsin. Başına. Amin. Allah köməyiniz olsun hamınızın. Çox sağ olun. Eren belə... Nə? Yasəmən ağacı. Sevinç ana deyir bizdə var, gedək görək. Nurlan ana deyir, qaraqat ağacı lazımdır. Yok qarağatımız yok. Yox, qaraqat da istəyir də. Qaraqat da istəyir də, deyir, bir qaraqat. Yasəməni tapmışıq, gedək görək yeri hardadır. Bizdə qarağat yoxdur. Aşağıda. Bax yasəmən. Bax bundan axtarır. Biri də deyir. Bir ikisi deyir orada. Hansıdır Yasemin? Bu. Bunlar hepsi çıxartmaq olar. Deyib bax onlar sizə. Nəzib lapatda gətirin onu çıxart bir tez. Yaxşı. İyi bax orada da var. Güzel olmuş. Deyir, qaraqat deyil bu. Qarağatı da Nəzib sizin məhlənizdən yeb axtarıb tapacaq. Bizdə həyatda var. Qara qarağatı yox, qırmızı qarağatı. Kırmızı öyle. Yox, yox, qaradır bizdəki, qırmızı deyil. Ondan lapatda gətir Nəzib çıxardaq deyir. Gətirirəm, gətirib çıxardacağım. Mən də mənə qarağat təşkil eləsəm çox yaxşı olur. Yaxşı, sən də cücəni təşkil edərsən. Eləmi? Ha? Cücəni təşkil Yox, eləsən. cücəmizdə ki toyuq yatmadı. Ya, yatıb, gələndə baxacağım. Deyəmərəm ki, saat cücə. Gələndə baxacağım, yatıb. Elə dedim ki, toyuq yatmadı. Nurlan ana toyuq bastırıb da, dedi ki, 2 dənə cücəsini verəcəm sana. Onu gözləyirik. Səfərdə neynədin, ha nədir? Xoruzu kəsdik. Əğ papırsız çoxla düzədən deyir bu. Yo, Nurlan ana təzə bastırıbdı. İnşallah sağ salamat çıxsın. Deyirəm gələndə baxarsan. Dəyərli dostlarımız, gözəl. İnşallah çəkilişimiz olacaq. Hər kəs baxıb izləyər, Allah qoysa. Allah bütün şəhid valideynlərinə səbir versin inşallah. Yavaş-yavaş elə qonaqlarımız da gələcək. İnşallah bu iftar süfrəsini hər kəs izləyər Allahın izni ilə. Gətirəcəm sonra sonra gətirəcəm sonra. Allah şəhid analarımıza kömək olsun. Allah canınızı sağ eləsin, hamınızın. Allah hamımıza uzun ömür versin. Belə şeydən alayıq dolduruyorum. Allah bütün şəhid analarını qorusun. Amin valla sizləri də qorusun. Allah köməyində dursun. Bax bunu sənət sıfası verən adamın Allah köməyində dursun. Min əvəzin versin. Amin ana, amin. Valla sağ olsun. Buna da ürək lazımdır ki verməyə. Hər adam işidərik. Min əvəzin verəcək. Min əvəzin verəcək. Amin. Amin. Amin inşallah. Əlbəttə. O balalarım şəhid olmasaydı Nəcmini nə tanırdı onu. Buradan buraya səni mən nə tanımırdım. Şahmallar tanımırdım. Şəhidlərin sayəsində bütün analar bir-birindən tanış olur. Allah hamısının köməyində dursun qalanlarımızı. eləsin. Ölənlərə də rəhmət eləsin. Amin Allah. Amin. Şahmallara yaxın olduğuma baxma. Sən də öyle yerine bir dəfə gəlib gedərdik. Gəlirdik. Nə tanıyordun? Elə deyirlər ki, şahmallarda da Zahir kişinin oğlu rəhmətə gedib şəhid olub. Görün o kimdir ya. Görmüşüm, tanıyıram. Sonra bizə gəlib eləyəndə sonra tanıdım. Hə, dəyərli dostlarımız, demək
Allah'ın başında əziyyət çəkən xanlardan da, analardan da razı olsun. Amin, amin Allah. Əziyyət çəksin həmişə, hər dəfə. Canını sağ eləsin. Amin. Bu oruçluq yersin, nə ürəyində arzulan var, həyata keçsin. Oruç tutanların, niyyət edənlərin orucunu, niyyətini qəbul etsin. Kimin arzusu gözlərlə almasın, canı sağ olsun. Bax, belə həmişə qazan başında ol, iş başında ol. Köməyində tutsun, valla. İndi əziyyət çəksin, öz başına olmur ha bu evdə. İnşallah, bax bu anaların çox şeyə səni qoruyar, duaları. İnşallah düzəlir. Düzəlir. Yaxşı olar inşallah. Nə bilim, Allah'a qurban ol. Allah belə məsləhətdir. Evladım. Bəli, dəyərli izləyicilərimiz, bugünkü bax bu iftar süfrəsindən çəkilişimiz davam eləyir. Şəhid ailələri, şəhidinə dəyər verən insanlar bugünkü gündə buradadılar. Allah hamısının canını sağ eləsin, Allah hamısına kömək olsun. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin inşallah. Elə usta Məhəmməd. Buyur. Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin. Zahir ki, Allah bugünkü süfrəmizi ərsiyə gətirən insanların da köməkləri olsun. Amin. Amin. Nə niyyətləri var, Allah qəbul eləsin. Allah köməyiniz olsun. Elə bugünkü siz bu şəhid ailələrdir, ürəyi istədiyimiz insanlar da gəlib bir yerdə oturmuşuq. Allah nə niyyətə bu süfrəni açıblarsa Allah qəbul eləsin. Amin. Allah Teala bütün şəhidlərə rəhmət eləsin, valideynlərinə səbr eləsin. Qardaş, Allah balamıza da qəni-qəni rəhmət eləsin. Allah Teala hamımıza səbr versin. Gün olsun sənin evində şad yanaqlığına belə stollar arxasında oturan Allah Teala bizə də ömür versin. Amin. Allah kömək olsun ağzınıza. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Sayın qardaş, Allah Teala bu süfrəni açan kömək olsun. Allah hamıya da səbir versin, şəhid ailələrinin səbir versin. Qazancın bol eləsin, süfrəni kim açsa, Allah qazancına bol eləsin. Allah köməyiniz olsun. Amin inşallah. Mən də deyirəmlərə qoşularaq sənə Allah'tan özür ömrünü arzu edirəm. Şəhidlərimdə Allah'tan rəhmətli deyirik. Allah bol ruzi, bərəkəti bütün Azərbaycanımıza əsirgəməsin. Oruç tutanlarını Allah oruçlarını qəbul etsin. Qardaş, minnətdarlıq bildirdik. Hər bir halda var olasın. Şəhidə verilən dəyər həmişə itməz. Allah qəbul etsin. Allah köməyiniz olsun. Allah kim nə eləyirsə bu oruçluqda onun canı sağ eləsin, minəvəzin versin. Amin. Mən həyatda bir şey düzgün dərk edirəm ki, onu kim eləyirsə çox sağ olsun. Bir gün, hər il, keçən il olmuşdu, bir ildə hər il bunu gətirir şəhidin evinə, salıbdır, bunun şəhidin evində bu iftarı verir. Allah onun köməyi olsun. Allah Teala bizi yaradarlarla onun minəvəzin versin o insana, Çox sağ ol. qardaşımıza. Allah razı olsun. Allah sırfanı həmişə açıq eləsin qardaş. Allah sənin qapına həmişə bizi şad günlərə gətirsin. Ayağımızı açsın. Sağ olun, qurban olun. Siz də sağ Allah olun. Allah köməyiniz sizin də olsun. köməyiniz olsun. Bizim dəyərli şəhidimizin qardaşı da buradadır. Elə sözü verək. İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin, bütün şəhid ailələrinə səbir versin. Amin. Süfrəni də kim təşkil edib, Allah kömək olsun. Bu imandan gələn bir şeydir ki, yəni imanlı adamlar belə işlər tutur. Allah qazancına bərəkət versin.
Kim de oruç tutup Allah kabul eylesin. Amin. Allah sırfasını açık eylesin. Zahir kardeş. Bu eve hayır işlere gelir. İnşallah. İnşallah. Allah Siz de kömək sağ olsun. olun. Çox sağ ol. Çox sağ ol. Qardaş da buyurmaq istəyirsə, buyursun. Allah köməyiniz olsun. İlk burada əyləşən. Sağ ol, boş Əyləşməyən bizim Allah şəhid ailələrinə can sağlıq versin. Amin. Bayramları mübarək olsun. Gözəl bir aydır. Mart ayı ümumiyyətlə bayramlar ayıdır. Həm çərşənbə günləri, Novruz bayramı, Ramazan günləri və Ramazanda Qədir gecələri. Hamısı bu Mart ayındadır. Gözəl müqəddəs aydır, müqəddəs gündür. Hər günün özü müqəddəsdir. Çünki yəni imamımızın Mövlud günü, şəhadət günü, bütün yəni o müqəddəs günlər həm çərşənbələrlə, bayramlarla bir yerə düşür. Allah bu ayın xatir hörmətinə, Ramazan ayın xatir hörmətinə bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Bütün süfrələrimizdə verilən gözəl təamları, ehsanları qəbul eləsin. Amin. Və gözəl assaqqalımızın sözünə qüvvət. Bütün ailələrdə, bütün evlərdə, bütün şəhid ailələri sevinç süfrəsi açsın. Bu günlər görsün inşallah. Amin inşallah. Allah qəbul eləsin. Allah cəm şəhidlərimizə rəhmət. Amin. Hə, əziz dostlar, elə söhbətin gözəl yerində Seyid Nadir Baba da buyurdu. Allah canını sağ eləsin, Allah köməyi olsun. Onun da bax bu şahmallarda tikilən evlərdə bizlə bərabər əziyyəti çox olub. Allah ömrünü uzun eləsin. Allah can sağlığı versin Nadir ağaya da. Təşəkkürümüzü bildiririk hər birinizə. İzləyənlərin hamısına minnətdarım. Xoş gəlin olsun Nadir Baba, xoş gəlmisən. Allah kömək etsin. Hər gün kim təşkil kim verirsə Allah Fəraq qardaşımızın canı sağ olasın. Fəraq qardaşımızın. Allah sizləri var eləsin. Allah köməyin olsun. Aralara xoşbəxt olsun. Amin Allah. Amin. Hoş gəlmisən abi. Buyur, buyur geç. Allah şəfanı versin. Çox sağ ol, ayaq talqanı. Allah canı sağ olsun. Geç əyləş, narahat olma. Sağ olsun, Abi Talib əmi də bizim şəhid Elmir qardaşımızın evi tikiləndə onun barısını pulsuz örmüşdü. Bir qəpiksiz. Allah canı sağ eləsin. Allah da Allah hamısını buzusuna bərəkət qatsın inşallah. Yardım eləyənlərin Pənah qardaşımıza da Allah kömək olsun ki, bugünkü bax bu Eysan süfrəsini təşkil edib. Zahirəm, buyur, sən də nə ürək sözün varsa, elə bax çəkilişimizdə. Bu günləri bu iftar süfrəsini təşkil edən bizim Pənah qardaşımızdır, bir xeyirxah qardaşımızdır. Hansı ki, bu həyatda hal-hazırda o iki qılçı, iki gözünü itirmiş Hüseyin qardaşımız var, balamız var. Onun evini tikir. Elə cüzi işləri qalıb ki, onu təhvil verəcək. Həmən o oğuldur ki, o Pənahdır ki, bu günlərdə bax o süfrəni burada təşkil edib. Bu tək Vüsal üçün deyil. Bax burada görürsünüz nə qədər şəhid balalarımız var. Bax. Bunların hamısı üçündür. Birinin adı ilə hamısı üçündür. O indi onun yaxşısı Mərdan qardaş bilir. Görürsən ki, Quran oxuyur, orada şəhidlər xiyabanda hamısına tapşırıq verir. Bax, onun üçün, bax, o xeyirxah qardaş bu işləri görür. Özdə bir neçə ildir, bax, bununla məşğuldur. Allah köməyi olsun. Allah elə qardaşları bizdən əksik etməsin, Azərbaycandan əksik etməsin. Allah köməyiniz olsun, amin. Allah balaların doyunca versin, Amin. özünə uzun ömür versin. Amin. Allah qazancına da min bərəkət versin ki, Amin Allah, bizim amin. bu şəhid balaları o yaddan çıxarmır. Allah köməyiniz olsun, amin. Hazır ki, burada mən göstərəcəm, onun əmsi oğlu da şəhiddir. Dedi, bax bu oğlan. Allah məqamınızı eləsin. Ülfətli xüsusi təyinatının nə idi? Leytenantı, zabit idi. Allah rəhmət eləsin. Amin, amin. Bu, o həmən dediyimiz Pənah, bunun əmsi oğludur, bunun arzuların həyata keçirir. Demək, o zamandakı o can üstündə olur. Axşam.
Onda elə bir Pənaha bu öz arzularını çatdırıb ki, yəni mənim fikrimdən keçən buydu ki, müharibədən salamat gəlib. Bax, belə insanlara kömək eləmək, öz qazancımla. O da deyib ki, əmoğlu, sənin arzuları mən həyata keçirəm. Allah ruhunu şad eləsin. Rüfət qardaşımız və onun timsalında bütün şəhidlərimizin Allah Pənah qardaşımıza da kömək olsun. Bax, bugünkü gündə bax bu iftar süfrəsini təşkil etdiyi üçün Allah hamınıza da uzun ömür, can sağlığı versin. Bəli, dəyərli, hörmətli izləyicilərimiz və Zahir əmiyə də söz verdi. İndi Sevinc ana, buyur. Sənin də eşidək, həmçinin gələn analarımızı da inşallah, gələn qonaqlarımızı da bir eşidərik inşallah. Allah sizlərə ömür versin, Nəcib. Bütün kanal izləyicilərimizə can sağlığı arzulayıram. Bugün iftardır. İftar süfrəsi açmışıq. Səbəbkar olanların Allah balasını saxlasın. Şəhid analarım da burada. Bunlar hamısı mənim bacılarım. Allah hamısının balasına rəhmət eləsin. Yerləri cənnət olsun. Bugünkü gündə mənim yanımdadılar. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Allah sizə də dəyməsin. Aynacığım, həmişə əziyyətimizi çəkmisən. Borcumuzdur, əziyyət. Allah Pənah balamın da balaların ona doyuncaq versin. Uzun ömür, can sağlığı versin. O ki bu şəraiti bizə yaradır. Bizim balalarımızı yadından çıxartmır. Allah ona həmişə ruzisin, bərəkətin bol eləsin. Mən də sizləri salamlayıram. Hamımız üçün dəyərli olan oruçluq bayramımız hamımızın mübarək olsun və hamının tutduğu orucu Allah Taala öz qatında qəbul eləsin, müsəlman xalqına dəyərli eləsin və bu süfrəni hər kim təşkil edibsə onun qazancına 1000-5 artıq versin, başından döysün və bugün burada bizim durmağımızın səbəbkarı olan şəhidlərimizə Allah Taala qəni-qəni rəhmət eləsin və onun valideynlərinə səbr əta eləsin. Çox sağ olun, çox var olun. Allah köməyiniz olsun. Başqa analarımızdan danışmaq istəyən. Oğlunuzun adını deyil danışın. Qazilərimizə can sağlığı versin. Yaxşı oğlanlarımıza dəyməsin. Allah ruzulərin başlarına töksün. Canlarını sağ eləsin. Ki şəhid anaların yaddan çıxartmır. Biz nə deyə bilərik? Uzun ömür, can sağlığı arzulayırıq xeylə oğlanlarımıza. Allah köməyiniz olsun. Allah canınızı sağ olasın. Mən şəhid Ömər Rəhimlinin anasıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün Sevinc ana bizi iftar süfrəsinə dəvət eləyib. Allah onun balasına da rəhmət eləsin. Allah süfrəni qəbul eləsin. Əziyyət keçən hər kəsə də çox sağ olsun ki, biz anaları, bizim balalarımızı unutmurlar. Allah da onları unutmasın. Bugün Ramazan bayramının iftar süfrəsindəyik. Allah bu süfrəni təşkil edən Pənah balanın canını sağ eləsin. Allah ona bol-bol ruzi versin. Çox sağ olsun ki, hər il Qurbanlıq bayramında, belə iftar süfrələrində, Ramazan bayramında bizi unutmur. Hər il bizim yanımızdadır. Hər il bu süfrəni bizə təşkil edir. Allah canını sağ eləsin. Allah ata-ana gözlü olsun, versin Pənah balam sizi. Bağlarınızı da sizin gözünüzə çıraq eləsin. Şəhid bağlarımızın da ruhları şad olsun. Vüsal balamızın da ruhu şad olsun. Bütün şəhidlərimizin hamısı bizim balalarımızdır. Fərqi yoxdur. Nə sizin balanız, nə bizim balamız. Hamısı bizimdir. Allah məkanlarını cənnət eləsin. Allah qazilərimizə də kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Bu günlər biz bura Ramazan bayramına yığışmışıq. Bütün anaların hamısının Ramazan bayramını təbrik edirəm. Urzalarımızı versin, bol eləsin. Bu süfrəni təşkil edən Pənah balanı da Allah canını sağ eləsin. Bu gündə şəhid balalarımızı heç vaxt yadından çıxartmır. Allah onun kürəyində dursun, balasını sağ olasın. Min əvəzin versin. Hər vaxt biz anaları yaddan çıxartmır. Çox sağ olsun, minnətdarıq. Allah köməyiniz olsun hamımızın. Allah bütün şəhid ailələrinə, şəhid analarına səbir də özün versin inşallah. Miskale zerretin hayren yere ve men yemel miskale zerretin şerren yere. Bismillahirrahmanirrahim. İza ca'a Resulullahi vel feth
ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك فاستغفره إنه كان توابا بسم الله الرحمن الرحيم تبت يدا أبي لهب وتب ما أغنى عنه ماله وما كسب سيصلى نارا ذات لهب وامرأته حمالة الحطب في جيدها حبل من مسد بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين آمين يا أرحم الراحمين وإلى روح المرحومين المغفورين المعلومين مع أموات الحاضرين جميعا وبالفاتحة مع السلام بسم الله الرحمن الرحيم الحمد لله إياك نعبد Allah kabul etsin. Allah kabul etsin. Allah rahmet eylesin şehitlerimize, bu uzaktan gidenlere, bu sırada yaşayanların, uzaktan gidenlerine Allah rahmet eylesin. Allah senlerini Müzellerimiz, aksaklarlarımız, ıslahlarımız olsun. Bizim şehitlerimize değer veren insan olsun. Allah seni korusun. Ballara korusun. Kaçanların cennet karar versin. Bizi böylece boşa satıran valideynlerimiz, müəllimlərimiz, üstadlarımız. Məclislərimizdə, xeyrimizdə, şərimizdə iştirak edən aksaklarlarımız olsun. Allah məkanlarını cennet karar versin. Amin. Birinci hansı çekersin? Dolmanı. He. Yani bir kahve koyacak tutmuşsun. Adımı söylerim. Değerli izleyicilerimiz, Allah qəbul eləsin inşallah. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Qazanımızın ikisini getdik. Qaldı qalan orada. İnşallah indi bu yeməyi çəksinlər. Yemeğimiz hamısı şükür bola bol hamısı buradadır. Allah bir daha Pənah qardaşımıza uzun ömür, can sağlığı versin. Allah Teala ruzisini bol bərəkətli eləsin. Bax bugünkü gündə, bu gözəl gündə bu şəhidimizin qapısında verilən ehsanları Allah qəbul eləsin. Allah Pənah qardaşımızın da canı sağ eləsin ki, bax bu iftar süfrəsini təşkil elədi və bugünkü gündə bu qədər insan hamısı bir araya şəhidimizin evində cəm oldular. Sürümürlər deməyəcək. Ha, bildim. Elə vəsiyyət adına bildim. Ha, belə. Ha, onlar elə bugün soruşdu Füzuli'dən. Dedim Füzuli, bəs dünənlərin qardaşlar gəlməyiblər ki, mən biraz gec getmişdim. Ne yaparsın? Yok, gəlməyib. Ara gelirsen, hiç soru kaçar bir ay yürüt. O gelsin. Sen oturma duruş değil. Füzuli'dən danışanına maddədəki yaşından qabaq danışsan, görəm ki, mən də bizdə olan kitablar Aksəbəddə hər yerdə olmuyor. Aksəbədin daxilində bugünkü gündə nə qədər namaz qılan varsa, Aksəbədin daxilində Quran namaz qılanırlar. Belə, değerli izləyicilərimiz, çəkilişimizi yerləşdirib izləyicilərimiz də izləsin. İnşallah canlı yayında da hər birinizi gözləyəcəm. Allah bir daha hamınıza kömək olsun. Allah bütün izləyicilərimizi qorusun. Bir daha bu iftar süfrəsini də Allah qəbul eləsin inşallah.